Hamıya salam dostlar. Bugün sizlərlə birlikdə, yəni sizlərin qarşısında yeni bir video eləyəm. Bu videoda ilk dəfə bir oyun var. Yəni bunu mən bayaqları videodan öncə oynadım, indi də oynayacağım. Bu oyunda dünyanı ələ keçiririk falan, ölkə yönetirik. Həmçinin oyundur. Bu oyunu mən elə bir-iki dəqiqə azdı. 5-6 dəqiqə oynadım. Çox bəyəndim yəni. Mən siz də sevərsiniz. Bu oyunda gördüyünüz kimi mən Azərbaycanı seçdim. Burada əsgərlərlə bunlar var. Burada isim Ermənistan məsələn. Ermənistan üstə basıb tuturuq. Buradan bu ilə ilişkilərimizi falan pis edirik və ona müharibə aça bilirik. Belə oyundur. Mən bu oyunun videolarını seri kimi eləmək istəyirəm. Hər gün məsələn yeni bir bölümü. Bir Ermənistan Aryonsdur. Əskər basmaya gerək yoxdur. Oha. Amma Ermənistan zorladı ki, əsgərlərimizin çoxsu öldü. Bu fabrika şəklindən basanda buradan əsgər, tank, bir də bunun adını bilmirəm, bunu düzəltmək olur. Buradan ideologini boost deyirik. Buradan isə bunu mən də vaxt düşmədim, bilməm nə deyir orada. Qoyun bura. İndi məni Gürcüstana müharibə açacağıq birazdan, amma ondan öncə biraz əsgər zad canlandırmalıyam. Çünki 2 də əsgərim qalıb, canladı yarı-yarıdır. Yəni bir də əsgər sayıydı. Bu Gürcüstanda 4 də əsgər var. Niyə? Bu mənə çox maraqlıdır. Mən dostlar burada bir də dayandıracağım videonu. Əsgər falan canlandırıb gələcəm indi. Dostlar, indi görmüş olduğunuz kimi mən nə qədər əsgər canlandırdım. Əsgər deyildi, 2 də bu maşın nədir əsgərdən, bir dənə tank, 2 də bundan. Bu dostlar yavaş gedir. 10 saata gedir çatırdı, amma çox hasarı var. Dəhşət hasarı var yəni. İndi mən bu ilə bir dənə aramızı pisləşdirim. Nə oldu? Savaş İran elədik. Hasarını görürsünüz dostlar. Onlar nə də əsgər canlandırıblar ki, tanklar falan var. Bizim tanklar işte bundan canlandırım. Buna kessinlər bura. Sən gəl ora. Kapitülə alırlar da yaxın ki də. Yox, hədə kapitülə almadılar. İndi buradan buna öz vasalım halını da getirə bilirəm. Amma hələ çirməyəcək, çünki mənə torpaqlar lazımdır. Deyən nə, oyunun səsi niyə gəlmir? Gözlə bir dəqiqə. Düzəltdim. Dostlar, indi kimə saldırıq? İran var bir dənə. Türkiyə, bir də Rusiya var. Bunlar çox güclüdür. Yəni biz onları işini eləyə bilmərik. Onun üçün də
Türkmenistana saldıracağıq. Bunun üçün də ilk öncə əsgərlər yaradım. 2 dənə. Onlar geçsinlər ora sınırlara. Ya da biz neyəcəm? 1555 pul eləyəcəm. Bir dənə gəmi alacağım. Gəmi burada olacaq, Xəzər dənizində. Gəmi də orada olduğu üçün Türkmenistan əsgərləri gəlsə bizim torpaqlarımızı, həmin o gəmi onları suyun içərisində öldürəcək. Məhv edəcək də. Türkmenistanda 1, 2, 3, 4, 5, 6 da bu evlərdən var. Bu evlər var. Çox fazla pul verir. Oha. Türkmenistan ələ keçirsək var. Bütün ekonomimiz var. Hər bir qalxış keçəcək. Amma dostlar, bənəçin bir şey də var ki, məsələn, Rusiya ilə aramız çox pisdir, yaxşılaşdırın. Nə oldu? Hə. Amma bəlkə bir şey də var ki, gəmi burada da Qara dənizdə də canlana bilər. Biz də Xəzər dənizdə eləməliyik. Ona görə bura gələcəm. Hə, əla. İndi dostlar, bu gəmi orada dayansın. Savaş ilan elədik. İndi mən dayanacağım, heç nə eləməyəcəm. Dostlar, görürsünüz. Hələ gəmi öldürür. Amma biraz geç edir də. Dostlar, mən də saldırıya keçdim. Yapay zekanın kontrolunu verdim əsgərlərimi. Çünki yapay zeka yaxşı gedir. Qazaxıstanla da aramız bizdən yaxşılaşdırım deyənə. Kapitulə olarlar da yəqin ki də, o da əsgərlər qaldı biraz. Əla, utdik. Daha burada kompək atmalar var, çox səsindir. Əla. Bütün Türkmenistanı ələ keçirdik. İndi sonraki hədəfimiz Özbəkistan. Özbəkistan amma biz plan qurmadan əvvəl müharibə açsa uduzma ehtimalımız var. Ona görə 2 də bundan. Əla. İndi bunları bu addan unutdum mənə. Bilmirdim heç. Hə. Buna gəlsinlər bura. Özbəkistanın bütün sınırlarına, cəbhələrinə yerləşdirəcəm əsgərləri. Yəni yapay zekanın kontrolunu verəcəm. Yapay zeka özü olsa neyir? Bunlar ələ keçirsinlər. Dostlar, əgər bu video çox izlənsə və ya bəyəni gəlsə, videonun davam etdirəcəm. İkinci part kimi falan da bütün dünyayı ələ keçirmək kimi. Oha, mənim nə qədər pulum var ki, nə qədər çox əsgər canlandırdım. Əsgərlər, oha, tank canlandırdı. Tankı yox, utdik. Özbəkistan çox güclüydü ya. Bu da o güclü olduğunu göstərməzmiş. İndi
sonuncu müharibəmizi də eləyək dostlar. Sonra isə videonu bağlatacağım, video bitecək. Məncə bu 2 dənəsi hələ ələ keçirə bilər, amma hələ də dəstək üçün göndərəcəm də işimizi qarantiyalıyıq. Ya hətta şeyəcəm ona gələn necə. Hə. Gör canı gitmədi ki. Yavaşlar amma çox güclüdürlər onlar. Əskərlərimizin canı çox az deyə. Toparlansaydı gör. Şans. Qazancıyıq. Hələ də ehtimal yoxdur ki, uduzaq. Burada vasallaşdırdı. Ben o vasal eləməyəcəm. İndi birazcık yatırım kimi bunlardan da ev diyelim orada. Neyse dostlar. Bugünlük bu kadar olsun. Sabah eylem izlenme, beğeni falan, yorum falan gelse yeni bölümünü çekeceğim bu oyunun. Gördüğünüz kimi ilk partdan, ilk bölümdən ne kadar dövlətə öz hakimiyyətimizi keçirdik. Neyse dostlar, sağ olun, salamat qalın, abone olub like atmağı da unutmayın.